Salam Faiq bəy, Salam Vüsal bəy. necəsiz? Yaxşı olasınız, çox sağ olun. Maşallah ev ilk baxışdan çox səliqəli və zövqlü görünür. Allah köməyiniz olsun. Faiq bəy, zəhmət olmasa bu gözəl ev barədə izləyicilərimizə məlumat verərdiniz. Darvazamız pultlandır. Deməli, bu ev 3 sotdan ibarətdir. 3 sotda tikilib. Çıxarışı var, evin də, torpağın da. Çöldə də bir dənə hamam tualetimiz var. Manqal zonası var. Manqal zonası var. Evin altında 20 kvadratlıq podval yeri var. Podvalda həm kombi quraşdırılır, həm də alıcı tərəfindən istəsələr gələcəkdə stabilizator quraşdıra bilərlər. Bu proyekt modern tipdə tikilib. Çöl tərəfi fasadına 45-50 min pul qoyulub. Həm ağlay, həm də təbii qabançıq istifadə olunub. Tək bu fasadına 3 ay, 4 ay bu ustalar işləyib bu evin fasadına. Həyəti genişdir, həyətinə 3-4 maşın girir. Besinetkanı da fikirləşmişik, hansı tərəfə quraşdırmaq. Məncə alıcı tərəfdən onu ya sağa, ya sola quraşdırmaya daha məsləhət olar. Bütün kommunikasiyalar çəkilib həm kamera üçün, həm də domofon üçün. Hovuzun ölçüləri nələrdir? Hovuzun ölçüləri 7-nin 3-ə. 7-nin 3-ə. Dərinlik də biri 60-dan 1.50-yə kimi enir. Yola çox yaxındır. Mərkəzi yola, dəniz qırağına mərkəzi yola təxmini 100 metrdir. Yəni bu evin balkonundan birbaşa dəniz görsənir. Qonşular da bizdə hamısı çox səliqəli qonşulardır. Daimi yaşayanlar da var. Yəni bu tərəfdə tam asfaltdır, yəni qapının ağzına kimi tam asfaltdır. Deməli, ev 3 dənə monolitdən ibarətdir, 2 mərtəbədir. Aşağıda bir hamam tualet. Bir yataq otağı. Bir kuxna studiya. Kuxna üçün qardırob kimi bir yer eləmişik. Aşağıda kuxna studiyada istipoldur, yataq otağında radiatordur. Yuxarıda isə həm istipol, həm radiator. Yuxarıda bizdə 3 dənə yataq otağıdır, 2 dənə də hamam tualetdir. Bütün kommunikasiyalar var, su, qaz, işıq. Kanalizasiya necə var burada? Kanalizasiya var, dövlət tərəfindən olunub kanalizasiya, mərkəzi kanalizasiya. Yəni bu barədə, su barəsində də burada problem yoxdur. Hamam tualetlərdə bahalı keramogranitlərdən istifadə olunub. Hindistan, İspaniya, yəni ucuzlu bir material burada yoxdur. Həmçinin də mebeldə bahalı materiallardan istifadə olunub. İndi bu əmlakın qiymətinə deyərdiniz. Bu əmlakın qiymətini fikirləşirik 350 min. Çünki buranın bu zonada torpağın sotu 35 mindən başlayır. O da tapılmır. Yəni çox elit bir məhəllədir, həm də tanınmış küçədir. Deməli, start qiymət 350 min manat. Bəli. Tam kubçalı, Tam kubçalı, monolit evdir. bəli, monolit evdir. Hər bir şəraiti tam əşyalı.